Fidan xanım, bu günə qədər 3 münasibətim olub. Üçündə də həmişə mənə yalan danışıblar. Niyə həmişə belə tip insanlarla qarşılaşıram? İlk öncə onu anlamalıyıq ki, biz daimi olaraq yanlış insanlarla münasibət qururuqsa, o zaman bu bizdə olan yanlış duyğuları göstərir. Gəlin sizə bunu belə izah eləyim. Deyək ki, siz özünüzü bu səviyyədə tanıyırsınız, öz travmalarınızla bu səviyyədə üzləşmisiniz, davranışlarınız, düşüncə tərziniz bu səviyyədədir. O zaman sizin qarşınıza çıxan insanlar sadəcə bu səviyyədə olan insanlar olacaq və siz fikirləşirsiniz ki, bunlar arasında ən doğrunu, ən yanlışı seçirsiniz. Unutmayın ki, sadəcə bu səviyyədə olan insanlar arasından seçim eləyirsiniz. Deyək ki, siz özünüzü inkişaf elətdirdiniz, öz travmalarınızı tanıdınız, öz düşüncə tərzinizi dəyişdirdiniz. O zaman sizin qarşınıza çıxan insanlar artıq bu həyat səviyyəsində olan insanlar olur və siz bunlar arasından seçim edirsiniz, sizə uyğun olanı. Buradakı insanlar artıq sizin marağınızı çəkmir və siz artıq bu insanları bir seçim olaraq görmürsünüz. Ona görə də qarşınıza çıxan insanlar sizin hal-hazırdakı həyat səviyyənizə uyğun olan insanlardır. Bu insanlar əgər sizə yalan danışırlar, daimi olaraq travmatik təcrübələr yaşadırsa, bu zaman siz özünüzə dönməlisiniz. Özünüzdə nə isə dəyişdirməlisiniz ki, artıq həyat səviyyənizdə başqa seçimləriniz olsun, başqa insanlarla tanış ola biləsiniz. Yəni qısacası, yanlış insanlarla tanış olmaq sizin daxilinizdəki yanlış duyğuların olduğunu göstərir. Çünki beyin hər zaman özünə yaxın olanı seçir.